Abilfaz, Sonra mən cavanlığımı görmədin acı. niyə gördüm xiyabandaydı və gedirdi. Get sən tutarsan. Qulaq asın ey qəlbi sınıq cavanlar, arzuları həsrət olub yananlar. Cavanlıq hədərdir bu məmləkətdə, pul əllidir dərdi bu məmləkətdə. Bir neçə il qabaq biz iki yoldaş, dib-dibə qonşuyduq həmdəki sirdaş. Məhəllədə bir əmir də var idi, həmməşə bizdən biraz kənar idi. Sırtıq idi həm də pullu balası, ona divistoş almışdı babası. Ondan acığımız gələrdi doğrusu, onun da bizdən var idi qorxusu. Bir dəfə bir qız məhəlliyə gəldi, adamın Allahı vardı, çox gözəldi. Yaxınlaşıb qızdan adın soruşduq, qız taza qonşumuzdur, başa düşdük. Məhəlliyə xoş buyurubsan dedik, onun şumarəsini almaq istədik. Aramıza ixtilaf düşdü o anda, qız dedi ki şumarəyə qalanda. İkizdən birizdə maşın kimdə var? Mənim maşın sevgisi gönlümdə var. Bu sözü eşitdik, lap halbahal olduq. Maşından söz atıldı, biz lal olduq. Qız getdi nəxşə çəkib danışdı, çarə tapmaq üçün biraz çalışdıq. 20 milyon idi Pride'ın pulu, onu qazanmağın işləməkdir yolu. Çalışdıq, təlaş eylədik doyunca, düzgün işlədik 6 ay boyunca. Bu yolda biz rəqabət eyləyirdik, eyni halda rəfaqət eyləyirdik. Bir-birinin başına oyun açırdıq, mərdum azarlıq eləyib qaçırdıq. O günkü 6 ay bitdi qutardı, 20 milyon hər birimizdə vardı. Qəfədə çay demişdik, oturmuşduq, bir xəbər deyildi, heyrətə düşdük. Pride'a huşe məsnui qoşublar, adım Pride caduyu qoyublar. Taza apşenlərlə dolubdi, pulu da 350 milyon olubdi. Bunu eşidən də qəlbimiz sıxıldı, başımıza uçdu, dünyamız yıxıldı. Sağollaşıb qəfədən çıxan anda, qorxduğumuz başımıza gəldi onda. Sırtıq əmir qonşu qızla yan yana, əmir can deyirdi qonşu qız cana. İndilər divistoş işlə getdilər, rədd olanda da bay zad etdilər. Birlə bir hər zaman bərabər deyil, dünya ədalətli olan yer deyil. Biri ata sərvəti ilə bəxtəvərdir, biri də tək canı ilə 50 nəfərdir.